Növbəti sual. Maksimum palindrom sualı. Bizə deyir ki, bir n ədəd var və bir dənə k verilir. Biz nə etməliyik? Bir dənə uzunluğu n olan özümüzdən string qurmalıyıq. Amma belə bir şərt var. Alt sətirlər olaraq baxsaq stringə. Orada belə də palindrom uzunluğu maksimum palindrom alt sətrinin uzunluğu k-ya bərabər olmalıdır. Yəni bu nə deməkdir? Mənim qurduğum stringdə k 3-dürsə, palindrom ola biləcək şey ən uzun palindrom, yəni içində olan ən uzun birləşik palindrom uzunluğu 3 olsun. Yəni baxsaq bura, ozo, yəni nədir? Palindromdur və uzunluğu 3-dür. Və başqa heç bir palindrom yoxdur ki, uzunluğu 3-dən böyük olsun və yaxud 3-ə bərabər. 3-ə bərabər ola bilər əslində yenidən, amma bizə nə lazımdır? Maksimum palindromumuzun uzunluğu 3 olsun. Görürsünüz, daha uzun bir palindrom sətir mövcud deyil. Yəni daha uzunu yoxdur. Biz indi burada nə etməliyik? Sualın test qeyrisinə baxsaq və biz burada bunu ortada gördüyümüz üçün ilk başda elə ağlımıza elə bir fikir gəlir ki, biz palindromu ortada qurmalıyıq. Uşaqlar, alt sətir orta nəzərdə tutulmur. İxtiyari bir yerindən yanaşı olan ədədlər. Yəni stringlər. O zaman mən nə düşünə bilərəm? Məndən palindrom istəmir. Gəlin palindrom quraq. Bunu qurmanın ən yaxşı yolu mən palindrom deyəndə çox çətin də bir şey ağlımıza gəlməməlidir. Götürək A simvolunu. Mən K dənə A simvolunu yanaşı qoysam, K dəfə. O zaman uzunluğu K olan bir palindrom almış olaram. Tamam. Və bundan sonraya da mən elə bir şeylər qoymalıyam ki, uzunluğu, yəni burada bir palindrom yaranmasın. Okey? Yəni əsas birinci məqsədim bunu düzəldirəm. Daha sonradan da qalan o n-k uzunluğuma da elə şeylər qoyacağam ki, bu hissədə palindrom yaranmasın. Palindrom yaranmamağı üçün mən nə edə bilərəm? Belə bir fikir yaranır da. Bir hərflər qoya bilərəm. A-nı qoydum, tutardım. B, S, nə bilim, D, Y. Bu şəkildə elə qoya-qoya gedərəm ki, fərqli-fərqli. Ki, palindrom heç yaranmasın. Yaxşı, bəs deyək ki, Z-ə qədər qoydum. Bu səfər nə edərəm? Z-dən sonra yenə A-ya qayıtmaq əvəzinə B-yə qayıdaram. Yəni, yenidən bura B qoyaram, məsələn. Daha fərqli bir yollar da düzdür, yazıla bilər. Amma mənim ən yaxşı düşündüyüm həll budur. Yenidən B, S, D bu şəkildə yenə Z-ə qədər təkrar eləyən, ta ki uzunluğum n-k dənə olana qədər də bu hissədə qoysam, avtomatik nə alıram? Palindrom burada var və palindrom olmayan bir şeyim də burada var. Bura niyə palindrom olmur? Çünki fikir versəz, bu hissə belə gedir və bu hissə yenə belə gedir. Yəni, necə ki, salam sözlərini 2 dəfə yanaşı qoysaq bu palindrom deyil. Mən uzunluğum nəsə uzunluqlu bir şeyi də yanaşı qoysam, sonra yenidən eynisini bir də yanına qoysam, bu da avtomatik palindrom olmayacaq. Dediyim kimi, uzunluğu k olan bir palindrom yaradıram ki, ortada olmaq məcburiyyətində deyil. Daha sonra da qalanını ancaq belə sıralı əlifba ilə düzəldə gedərəm. Və sual konstruktiv olduğu üçün sualın bir neçə həlli ola bilər. Məsələn, kimsə istəyə bilər ki, n-k-nı birinci versin, daha sonra bunu versin. Və deyək ki, bəs mənim həllim də keçdi, bu necə oldu? Və yaxud da necəsə bunu ortada elədi. Tamam, bu ikisinin ortasına bir yerə A-ları qoydu. Yenə deyək ki, mənim həllim necə keçdi? Dediyim kimi, konstruktiv sualların birdən çox həlli var. Amma bizim həmişə çalışdığımız ən asan və ən məntiqli həlli yazmaqdır. Sualın həlli də kod olaraq baxsaq, n və k-nı alıram. K dənə A-nı yanaşı verərəm. Daha sonra bir dənə char S demişəm. Hər dəfə S-ni çıxışa verirəm. Məsələn, B-ni verdim. Əgər çıxışa verdiyim artıq Z-dirsə, bunu A eləyirəm. Niyə dedim A eləyirəm? Çünki A olandan sonra da bu C++ olacaq. Yəni, bir dənə artacaq. Bəli, burada bir göndərmə var idi. C++ olduğu üçün belə bu necə artır? Özlüyündən artmır ki. Hər dəfə burada S-ni artırırıq da. Yəni, məsələn, B keçəcək növbəti S-yə, D-yə, Y-yə. Və gəlib Z-də çatanda Z-ni A eləyirəm ki,
Sonradan gəlib bunu da burada artırsan, olsun B. Yenidən növbəti dəfədə artıq B versin. Yenə B-dən C, D, Y bu şəkildə Z-ə qədər. Yenə Z-dən gələcək hara keçəcək? Keçəcək yenidən A-ya, A-dan da sonra B-yə. Amma yenə də bu döngüdə heç vaxt nə etmiş olmuram? Çıxışa A vermiş olmuram. Onda elə gördüyünüz kimi n-k dəfə, yəni bu neçə olmaqla asılı olmayaraq, mən istədiyim qədər ora belə deyək, hissələr qoya-qoya gedə bilərəm. Və bu ilə də sualın həlli sona çatır.